Bizə verilən yardımlar deyirlər, tez-tez onu vurğuluyurlar ki, biz Müşəvən kəndinə yardımlar eləyirik, köməkdarlıqlar eləyirik. Verdikləri yardımları danışırlar, verdikləri ziyanları danışmırlar. İyunun 27-sində RMC şirkəti ilə Müşəvən kənd sakinləri arasında karyer ərazisinin genişləndirilməsi barədə müzakirələr keçirilib. RMC şirkəti 3 il bundan əvvəl kəndə ən yaxın uzaqlığı 950 metr olan ərazinin açıq karyer üsulu ilə istismarı üçün dövlətdən icazə almışdı. Həmçinin Dəllər kənd sakinləri ilə memorandum imzalanmışdı. Bu sənəddə bir sıra proyektlərin yol, su, ritual evinin təmiri, məktəbin və sair təmiri layihələrinə məbləğ ayrılmışdı. Bu layihələrdən ikisi su və ritual evinin təmiri həyata keçirilsə də, digər layihələr hələ də həyata keçirilməyib. Bir neçə dəfələr olubdur ki, belə yığıncaqlar. Bugünkü gün gəliblər yığıncağa ki, bu RMC şirkəti fikirləri yalan, yanlış məlumat toplayıb dövlətə bildirməkdir ki, biz kənd cəmaatıyla görüşdük. Kənd cəmaatıyla danışdıq, razılaşdıq. Fikirləri bu yöndədir. Və bunun neçə il bundan qabaq yenə olmuşdu. Sadəcə biz bunlara bildirmək istəyirik, yəni bu qədər danışmağa ehtiyac yoxdur. Biz yox deyirik. 3 il əvvəl verilən ərazidən 3 il əvvəl danışıldı ki, kənara çıxmayacaq. Bugünkü günü 7 hektar gənə çıxırlar kəndə. Bunun qarantisini vermirlər ki, bundan sonra, 10 ildən sonra bunlar gəlib düz bizim kəndin yarısına düşməyəcəklər deyə bir qarantilər yoxdur. Müşəvən kəndinin üsulu, suyu, xatiyyəti 50% olan. Cəmaata köməkdarlıq edirlər. Müşəvən 2 proyektinin 11 hektarın artırılmasıyla əlaqəli ki, biz onun Müşəvən kəndi istiqamətində olduğunu düşünürük. Hansı şirkət də bunu isbat eləməyə çalışır ki, xeyr, Müşəvən kəndi istiqamətində deyil bu. Və biz xalqla belə bir qərara gəldik ki, RMC-nin Müşəvən kəndi istiqamətində olan lisenziya ərazilərinin şirkətlə danışıb imtina eləmələrini istədik və bunu tələb elədik ki, şirkət imtina etsin, hansı ki o lisenziya ərazisindən, bu lisenziya ərazisi hansı ki Müşəvən kəndi istiqamətindədir. Təbii ki, məsələ belədir ki, belə bir qərara biz gəldik ki, artıq danışıqlar olmalıdır və RMC şirkəti buna hazırdır ki, bir, memorandumla əlavə bir dokument imzalansın, amma burada üçüncü bir tərəf olaraq dövlət də orada olsun, hüquqi bir sənəd olmalıdır ki, biz Müşəvən kəndi xalqı əmin olmalıdır ki, bir daha RMC şirkəti Müşəvən kəndi istiqamətində nə axtarış, nə də hasilat işləri aparmayacaq. Ən birinci ziyanları odur ki, bizim təbiətimizi korlayırlar. Bizim yaşayışımızı zəhərləyirlər. İkinci odur ki, biz meşəmizə gedə bilmirik. 200 metr, 300 metr meşənin kənddən çıxandan sonra meşədir. Meşənin içinə girəndə böhrümüzdən pikap maşın gəlir, Daçvadır. Niyə gəzirsən? Bura zakrit, bağlı bir zonadır. Bura sizə aid deyil və bizi narahat edirlər. Kəndçiyik, bizim elə böyük kənd təsərrüfatda əkinçiliyimiz yoxdur. Biz maldarlıqla yaşayırıq. Bizim malımız gedir, çobandır, itirifdir malı. Gedirik gəzməyə, mal keçibdir onların tərəfinə, biz keçəndə qoymurlar. Bizə hədə-qorxu da gəlir, hətta hədə-qorxu da gəlirlər, qışqır bağır da eləyirlər. RMC su çəkdi, bəzi adamlar onu danışır, RMC pul verdi onu danışır. Odunun bir maşını 1200 laridir. Verilən pulun ifası
ödüz var ki. Bunu ne ödüz danışmanın ne mənası var? Sen de bu kəndçisən, mən də bu kəndçiyəm. Burada ziyan bana da olur. Burada mənim fikrimə, mənim verdiyim suallara hər bir şey. Onun verdiği sualı mən də verirəm ki, baştan sual verdim ki, bu məsafə hal-hazırda 100 metre aşıqdır. Xəbərdarlıq olunmadı. პირველ რიგში თვითონ პროცედურას რო გავყვეთ, მთავარი რაც არის რომ განხილვა პროექტის და პირველად ინფორმაციის მიწოდება ხდება, რა თქმა უნდა, ოფიციალური გამოქვეყნების გარდა უახლოეს დასახლებულ პუნქტთან, ამ შემთხვევაში სოფელი მუშევანის და პროცესში თვითონ გადაწყვეტილების მიღებისას უმნიშვნელოვანესია როგორც კომპანიის, ასევე სახელმწიფოსგან მათი პოზიცია და დღევანდელი დღე მათი ჩართულობით და აქტუალური კითხვების დასვით ერთ-ერთი მნიშვნელოვანი იყო ჩვენთვისაც, როგორც პროექტის ავტორებისათვის და რა თქმა უნდა სახელმწიფო, რომელიც თავის მხრივ გაითვალისწინებს მათ პოზიციებს და უკვე გეზეშეს ეტაპზე გადავალთ უფრო დეტალური განხილვით და მათი მოთხოვნების თუ რელევანტური საკითხების აღწერის და ვალდებულების ნაწილში მიღების უკვე კომპანიის, რომელსაც შესაბამის სანებართო დოკუმენტაციაში გადაიტანს ნებართვის გამცემი ორგანო. Şirkətlə kənd arasında imzalanan memoranduma əsasən, tapıntı işləri yalnız mövcud ətraf mühitə təsirin qiymətləndirilməsi sənədində qeyd olan ərazidə həyata keçirilməli və heç vaxt Dəllər kəndi istiqamətində axtarış və tapıntı işlərini inkişaf etdirməməli idi. Keçirilən skopinq hesabatının müzakirəsi bu 11 hektarın 19 hektara qədər genişləndirilməsi üzərində idi. İştirak edən Dəllər kəndi sakinləri bu proyektlə bağlı fikirlərini ifadə etdilər, narahatlıqlarını dilə gətirdilər. Bundan əlavə, memorandumun sözü gedən maddəsinin də pozulmuş olduğunu ifadə etdilər. Kənd sakinləri narahatdır ki, gələcəkdə karyer daha da genişlənəcək və bunun da kəndə təsirləri mənfi olacaq. 2023-cü ildə başlayan layihədə qazıntı işlərinin ilk yaşayış evinə məsafəsi 950 metrədək idi. Hal-hazırda təklif olunan genişlənmə nəticəsində isə 826 metrə qədər olacaqdır.